Mən elə gəlir ki, mənasız bir ifadədir. Deyək ki, Trump da deyəcək ki, biz Amerikalıyıq. İsrail de deyəcək ki, ona görə ki, biz İsrailliyik. Bu axı heç bir mahiyyət daşımayan bir ifadədir. Əslində ortalıqda arqument olmadığı halda bu cür bədii hansısa bir belə deyək, məna kəsb edən bir ifadələr istifadə olunur. Hər halda gözləməzdim ki, diplomat, yüksək səviyyəli diplomat təbliğatçı kimi çıxış etsin. Bədii ifadədə, amma yəni belə bir görüntü də var. Yəni biz İranlı olduğumuza görə məğlub olmayacağıq. Yəni sizə elə gəlmir ki, İran doğrudan da dünyaya meydan oxuyacaq, Birləşmiş Ştatlara meydan oxuyacaq gücə sahibdir? Yoxdur onun belə bir gücü. Mahiyyət ondan ibarətdir ki, belə bir gücü yoxdur İranın. Və indi konkret ABŞ həmin o Araqçı ilə aparan danışıqlarda onun, indi bunlar deyirdilər ki, bizim nüvə texnologiyalarla məşğul olmağa hüququmuzdur, biz onu davam etmək istəyirik. Ancaq eyni zamanda elə bir səsləndirirdi ki, bunlar indi elmi sınaq hansısa bir fəaliyyətlə məşğul olacaqlar və sənaye hansısa bir iri miqdarda uranın zənginləşməsi ilə məşğul olmayacaqlar. ABŞ təklifi konkret olaraq masa arxasına gətirir. Araqçı o təklifi ki, bəli, o öhdəlik olmalıydı ki, bütün onların o sentrifuqlar hansılar ki, o zənginləşməni həyata keçirir, daha bərpa olunmayacaq, bu işlə daha geniş miqdarda məşğul olmayacaq. Sonra təxminən 400 kiloqram 60%-ə kimi zənginləşmiş uran var. Onu təhvil verəcək. Yox, bu məsələlərdən boyun qaçırırsa və boş-boş hansısa bir öhdəliyi şəklinə gəlməyən ifadələrdən istifadə edirsə, düşünmürəm ki, ABŞ-ı bu cür hərbi zərbədən saxlamaq mümkün olsun. Yəni Birləşmiş Ştatların mövqeyi ortadadır. İranın da mövqeyi ondan ibarətdir ki, biz təzyiq altında qərar verməyəcəyik. Yəni biz deyirik, inandırmağa çalışırıq ki, bu silahlar üçüncü bir ölkəyə qarşı olmayacaq. Öz müdafiəmiz üçün nəzərdə tutulur. Yəni və yaxud ümumiyyətlə bu silah kimi istifadə etməyəcəyik deyir. Şəhla xanım, mən hamı düşünürəm ki, ətraf dövlətlərdə yaşayan bütün insanlar kimi burada hansı bir hərbi toqquşma səviyyəsinə vəziyyətin gəlməyindən olduqca narahatam və bunu tamamilə istəmirəm. Ancaq reallıqlar var və o reallıqları mən bir analitik kimi qiymətləndirərək deyirəm ki, gün və gün o hərbi əməliyyatın başlanması ehtimalı artır. Mənim düşüncəmə görə 90%-dən yüksəkdir. İndi o hərbi əməliyyatların forması müzakirə olunur. Birləşmiş Ştatlar məhdud tərkibdən bir hücum həyata keçirəcək, məhdud bir hücum mu həyata keçirəcək, yoxsa yenidən rejim istiqamətində açıqlamalar var, yəni Xamneyinin hədəfdə olması istiqamətində açıqlamalar var və bunun fonunda İrandan gələn açıqlamalar, yəni varislik planı açıqlandı və yaxud media bilərəkdən sızdırıldı. Sizcə əslində bu məlumatın media sızdırılması əslində Birləşmiş Ştatlara verilən bir mesajdır mı? Yəni çəkindirici siqnal kimi qiymətləndirilirmi? Düşünmürəm ki, bu çəkləndirici şəkildə olsun. İndi Süleyman vuranda onu öldürəndə, bəli, Qasım Süleyman öldürəndə eyni ifadələr səslənmişdi. Nə oldu nəticədə? Götürüb indi belə deyək, hansısa bir zərbələr vuruldu Amerika bazalarına. Ancaq onun hansısa bir nəticəsi olmalıdır. Müəyyən mənada bir nümayiş idi bu, sadəcə olaraq. Ona görə mənə elə gəlir ki, bu ifadələrin o dərəcədə əhəmiyyəti yoxdur. Reallıq ondan ibarətdir ki, orada hərbi qüvvələr yığılıb. İndi Rusiyanın 2 gəmisi gəlib ora və Çinin daha balaca gəmilər var. İnanmıram ki, bəli, ancaq inanmıram ki, Rusiya bu məsələdə açıq ABŞ-la toqquşmaya getsin. Sadəcə olaraq daha çox müşahidə edirlər onlar oranı və nümayiş edirlər ki, biz burada varıq, ola bilsin ki, İrana elbir ki, ürək dirək vermək üçün. Ancaq reallıqla yanaşsalar, anlamalıdır İran ki, daha yəni hansı bir sözlərlə o təhlükəni, hansı ki, demək olar ki, qara buludlar İranın başı üstündə yığılıb. Onu sözlərlə qarşısını saxlamaq qeyri-mümkündür. Ya konkret kompromislar ortalığa gəlməlidir. Yəni ABŞ-ın bir çox tələbləri qəbul olunmalıdır. Ya da hazır olmalıdırlar ki, kifayət qədər İran üçün ağır
zərbələri indi. Necə bunlar bunu qəbul edəcəklər? Hansı şəkildə yola verəcəklər? Müqavimət imkanları nə dərəcədə olacaq? Onu indi Bakıdan oturaraq mənim üçün qiymətləndirmək çətindir.